Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiyai vel mursalin. Nebiyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Allahümme Rabbi şrahli sadri ve yessirli emri ve hlul uqdeten min lisani yefqahu qavli. Bəbu mə cəə fi zəbhi li qeyrillah. Allahdan qeyrisini qurban kəsmək barədə olan babı götürmüşük. Deməli, biz qeyd etdik ki, Allah üçün qurban kəsmək tövhid və ibadətdir. Və Allahdan qeyrisinə qurban kəsmək şirk və zəlalətdir. Allahın əmri ilə Allah üçün edilən əməl Allaha yaxınlıq və Allaha təzim etməkdən sayılır. Allahın əmri ilə Allah üçün edilən əməl Allaha yaxınlıq və Allaha təzim etməkdən sayılır. Allahdan başqasına sərf edilən əməl isə başqasına təzim edilməsidir. Allahdan başqası üçün edilən hər hansı bir ibadətin növü, həmin ibadət növü ilə insan onunla Allahdan başqasını təzim etmiş olur. Və ümumən qurban kəsilməsinin bir neçə halı var. Yaxşı olar ki, bunu yadda saxlayın. Birinci odur ki, birinci növ qurban kəsməyin Allahın adı ilə və Allah üçün. Allahın adı ilə və Allah üçün qurban kəsmək. Yəni, kəsdiyi zaman Bismillah deyir və qəsdi də Allah üçündür, Allaha yaxınlaşmaq üçündür. Və bu tövhiddir. Bu tövhiddir. Bu əməldə ibadət və istianə. İstianə cəm edilmişdir. İstianə, yəni Allahdan yardım tələbi deməkdir. Və İyyəkə nə'budu və İyyəkə nəstə'in ayəsi də təhqiq edilmiş olur. İnsan kəsdiyi qurbanlıq heyvan üzərində Allahın adını çəkib, onu Allah üçün kəsdiyi zaman İyyəkə nə'budu və İyyəkə nəstə'in. Biz yalnız sənə ibadət edir və yalnız səndən kömək diləyirik ayəsini də təhqiq etmiş olur, yəni doğrulamış olur. Abu Davud və İbn Macə radiyallahu anhumənin rəvayət etdiyi hədisdə Cabirdən deyir ki, Allahın Resulü sallallahu aleyhi ve sellem, daha doğrusu deyir ki, Cabir radiyallahu anh, İndən Nəbiyyə sallallahu aleyhi ve sellem zəbəhə yevməl iydi kəbşeyn. Sonra deyir ki, qalə bismillahi vallahu akbar, Allahümmə həzə minkə və lək. Deyir ki, Allahın Resulü sallallahu aleyhi ve sellem qurban günü 2 qoç kəsdi və sonra dedi ki, Bismillah, Allahu akbar, Allahım bu sənnəndir və sənin üçündür. Allahım bu sənnəndir və sənin üçündür. Gör, qurban kəsərək Allahın Resulü sallallahu aleyhi ve sellem həm ondan yardım istəyərək Bismillah deməsi ilə və həm də nədir? Ona aid edərək, Allaha təzim edərək Allaha yaxınlaşmağı necə cəm etdi. Dedi, Bismillah, Allahu Akbar, bu səndən və sənin üçündür. Və tövhid də budur. Tövhid də budur. Allah Subhanahu taalanın ayinləri də belə uca tutulur. Allah Subhanahu taalanın ayinləri bu cür uca tutulur. Allah Teala buyurur: "Və men yuazzim şa'airallah fe inneha min taqval qulub." Kim Allahın ayinlərini uca tutarsa, bu qəlblərin təqvasındandır. Bəziləri Allahın adını çəkərək günah edirlər. Allahın adını çəkə-çəkə şərabxorlar şərab içirlər məsələ. Bəziləri Allahın adını çəkərək şirk edir. Allahın adını çəkir, Bismillah deyir və şirk edir. Bəziləri heç Allahın adını çəkmir. Başladığı heç bir işdə. Ya da kömək də istəmək umurunda da və niyyətində də deyil. Və bəziləri Allahdan başqalarının adını çəkir. Allahdan başqalarının adını çəkir. Necə ki, keçən dərsdə qardaş deyir ki, sual verir, soruşur, deyir, biri soku açıb içəndə nə deyir? Ya Hüseyin. Bunun hökmü nədir? Yəni ki, Bismillah deməyə vəzinə, Allahın adını çəkməyə vəzinə deyir ki, ya Hüseyin. Ola bilər qurban kəsəndə də deyir.
ya Hüseyin. Yəni Allahın adını çəkərək Allahdan yardım istəməyə əvəzinə baxırsan ki, nədir? Allaha yaxınlıq əvəzinə məxluqatdan yardım istəyib ona yaxınlığı umurlar, ona yaxınlaşırlar və beləliklə bununla da şirkə düşürlər. Deməli, ən birinci qurbanı kəsəndə həmin o kəsilən qurbanın ibadət və məqbul sayılması üçün nədir? Allahın adını çəkmək lazımdır və Allah üçün kəsmək lazımdır. Yəni, ən birinci Bismillah, Allahın adı ilə. Allahın adı ilə kəsilməlidir. Allahın adı çəkilərək. Sonra elm əhli ixtilaf edib Bismillah kəlməsi kəsilən qurbanın üzərində bu vacibdirmi, yoxsa şərtdirmi, yoxsa sünnədirmi? Bismillah kəlməsi kəsilən heyvan üzərində deyilməsi bu vacibdirmi, sünnədirmi, yoxsa şərtdirmi deyə ixtilaf ediblər. Çünki Allah Teala buyurur Quranda: "Və la ta'kulu mimma lam yuzkar ismullahi alayhi fe innehu fisq." Allah Teala buyurur, Allahın üzərində adı çəkilməyən heyvanların ətindən yeməyin, həqiqətən o fiskdir. Deməli, ayədə nəhi var. Nəhi var. Allah Teala deyir ki, "Və la ta'kulu." Yeməyin. Nədən? Mimma lam yuzkar ismullahi alayhi. Allahın üzərində adı çəkilməyən. Və innehu la fisq. Nəhi var. Və həmçinin deyir ki, Allah Teala fiskdir. Allah Teala orada fisk adlandırır və fisk də haramdır. Haramdır. Necə ki, Ənam surəsi 145-ci ayədə Allah Teala haram olan şeyləri sayanda həmçinin deyir ki, "Əv fisqan uhillə li qeyrillahi bih." Və yaxud Allahdan qeyrilərinə kəsilmiş murdar heyvanlar. Yəni bunlar da haramdır. Fisk deyir, murdar. Fisk yəni murdar, pis. Həmçinin Allahdan qeyrilərinə və yaxud Allahın adı ilə kəsilməyən heyvanlar. Həmçinin eləcə də dəlillərdən, yəni bu dediyim dəlillər heyvanın üzərində Bismillah deməyin vacib olduğunu göstərən dəlillərdir. Həmçinin dəlillərdən Ənam surəsi 118-ci ayədə Allah Teala buyurur: "Fakulu mimma zukira smullahi alayhi in kuntum bi ayatihi mu'minin." Allah Teala buyurur, əgər Allahın ayələrinə iman edənlərsinizsə, üzərində Allahın adının çəkildiyi heyvanlardan yeyin. Əgər Allahın ayələrinə iman edirsinizsə, üzərində Allahın adının çəkildiyi heyvanlardan yeyin. Ayənin məfhumu nədir? Yəni ki, Allahın adının çəkilmədiyi heyvandan yeməyin. Və həmçinin yenə dəlillərdən Buxari və Müslim rivayet etdiyi Rafi ibn Xədic radiyallahu anhudan Allah Resulü buyurur sallallahu aleyhi ve sellem: "Mə ənhərəd dəmə və zukir əsmullahi aleyhi fəkul." Deyir, qanı axıdılan, kəsilərək qanı axıdılan və üzərində Allahın adı çəkiləndən ye. Kəsilərək qanı axıdılan və üzərində Allahın adı çəkilən heyvandan ye. Və yenə Buxari və Müslimdə Adi ibn Hatimdən Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, "İzə ərsəltə kəlbəkə və səmmeytə fəkul." Deyir, itini buraxdığın zaman əgər Allahın üzərində adını çəkibsənsə ye. Yəni bu o itinə aiddir. Əgər Bismillah deyib iti buraxırsansa, sonra o iti gətirdiyini sən artıq halal deyə bilərsən. Qultu deyir, dedim ki, "Fə in əkəl." Əgər it yesə ondan, yəni ovladığı o şeydən itin özü yesə, "Qalə fələ tə'kul fə innəhu ləm yumsik aleyk." Dedi ki, yemə. Əgər it yesə oradan, yemə. Çünki o sənin üçün tutmayıb. O bunu sənin üçün tutmayıb. İnnəmə əmsikə alə nəfsi. Öz üçün tutub bunu. Demək ki, öz üçün tutub. Qultu ursilu kəlbi fə əcidu məhu kəlbən əxar. Deyir, hərdən mən itimi buraxıram və görürəm ki, başqa it var yanında. Yəni, ola bilər itini buraxsın, Allahın adını çəksin, Bismillah desin, itini buraxsın. İt getsin, haradasa, məsələ bir kuş tutsun. Və yaxınlaşanda görsün ki, itin yanında başqa it var. Dedi ki, lə təqul. Allah Resulü dedi ki, yemək. Niyə? Səbəb nədir? Fə innəkə innəmə səmmeytə alə kəlbikə və ləm tüsəmmi alə axar. Çünki sən öz itinə buraxanda Allahın adını çəkibsən. Başqa itə
Allahın adını seçmişsən. Nə bilirsən, bəlkə sən getdin, o tutulan o məsələ hər ov nədirsə, onu o biri it tutub, məsələ öldürüb tutub, götürüb. Yeməyib amma tutub. Yəni, bu halaldır. Öldürməsi problem deyil. Əsas odur, sən bilmirsən hansı it bunu tutub. Amma sən öz itinə Allahın adını çəkibsən, bismillah deyib göndəribsən. Yəni, bu dəlillərə və başqa dəlillərə əsasən bu cümhur elm əhlinin dəlilidir ki, Hənəfilərin, Malikilərin və Həmbəlilərin məşhur olana görə Həmbəlilərdən, çünki İmam Əhməddən başqa rivayət var. Cümhur elm əhlinin rəyi, görüşü budur ki, kəsilən qurbanlıq heyvan üzərində bismillah demək vacibdir. Bismillah demək vacibdir. Əgər kim qəsdlə, bilərəkdən tərk edərsə, bu haramdır və onun kəsdiyi haramdır, meyitdir, yeyilməz. Unudaraq əgər kəssə, yəni unudaraq deməsə, unutsa sadəcə, qəsdən yox, bilərəkdən yox, unudaraq kəssə, cümhur elm əhli deyir ki, halaldır. Əgər unudaraq, bismillah demək unutdusa, kəsdisə, sonra yadına düşsə, o heyvan, deyirlər ki, o heyvan halaldır. Yəni, bilərək tərk etməyin haram olmasına qeyd etdiyimiz dəlillər, çünki ayələrdə həm əmr var, həm əmr də vacibə dəlalət edir, yeyin deyir Allah. Həm də qadağa var, qadağa da haramlığa dəlalət edir, yemin deyir Allah. Amma unudaraq tərk edilməyə də, unudaraq tərk edilməyin, yəni tərk edilərsə halal olmasına dəlillərdən, deyirlər ki, Allah Subhanahu taala ayədə deyir ki, Rabbana la tuaxizna in nesina aw axtana. Bu ayənin ümumiliyi Bəqərə surəsində ey Rəbbimiz, əgər biz xəta etsək və yaxud unutsaq, bizi cəzalandırma. Xəta etsək, unutsaq, bizi cəzalandırma. Və qüdsi hədisdə də gəlib ki, qad fəalt deyir Allah Taala. Artıq etdim bunu. Yəni unudaraq, xəta edərək etdiyiniz xətalara görə mən sizi nədir? Cəzalandırmayacağam. Həmçinin İbn Macənin rivayət etdiyi hədisdə Allahın Resulü buyurur sallallahu aleyhi ve sellem İnnallâhe tecavvaze an ümmeti el-xata və nisyan və məstukrihu aleyhi. Deyir ki, Allah ümmətimin xəta ilə, unutqanlıqla və məcburiyyət edilərək düşdüyü xətaları bağışlamışdır. Allah bu ümmətimdən, Allah Resulü sallallahu aleyhi ve sellem, xəta edərək, unudaraq və məcbur edilərək etdiyi günahları onlara nədir? Onlara bağışlamışdır. Həmçinin İbn Abbasdan da radiyallahu anhu rivayət gəlib ki, mən nəsiyyət təsmiyyətə fələ bəs. Deyir ki, kim bismillah demək unudarsa, heç nə olmaz. Unudarsa bir şey yoxdur və bu İmam Buxarinin də meyil etdiyi bir görüşdür eyni zamanda. Sonra bu məsələdə ikinci görüş odur ki, bismillah demək ümumilikdə sünnədir. Ümumən sünnədir, yəni heç vacibdə deyil. Sünnədir. Nə deməkdir? Yəni, əgər deyərsə, elhamdülillah, gözəl. Deməzsə, halaldır, heç bir şey yoxdur, heç bir günah yoxdur, nə sahibinə, nə də bismillahsız kəsilən heyvan halaldır əti. Bu Şafii məzhəbinin görüşüdür. Şafii məzhəbinin rəyidir. Deyirlər ki, vacib deyil. Vacib deyil, amma sünnədir. Təkid olunmuş sünnədir, tələb olunur, yaxşıdır ki, deyilsin. Amma kim tərk edərsə, hətta bilərəkdən tərk edərsə, nədir? Günah yoxdur. Cümhur nədir? Yox. Bilərəkdən tərk edilsə günah var, eyni zamanda kəsilən də nədir? Halal deyil. Amma Şafii məzhəbi deyir, yox. Bilərəkdən tərk olunsa belə, kəsilən heyvan nədir? Kəsilən heyvan halaldır. Dəlilləri nədir? Deyirlər ki, İmam Buxari rahiməhullah rəvayət qeyd edib Kəb ibn Məlik radiyallahu anhudan. Kəb ibn Məlikin cariyəsi olur və Kəb ibn Məlikin qoyunlarını otarır. Və qoyunlardan biri yaralanır. Həmin cariyə götürür bir daşı, iki bölür və o qoyunu kəsir. Və sonra bu Peyğəmbər sallallahu aleyhi ve sellem xəbər verilir. Allah Resulü deyir, əmr etdi ki, onun ətindən yeyin. Və deyirlər ki, budur hədis. Hədisdə nədir? Cariyanın bismillah deməsi yoxdur. Cariyənin kəsdiyi zaman bismillah deməsi yoxdur və Peyğəmbərə qaldırılır sallallahu aleyhi ve sellem. O da deyir ki, əmr edir ki, yeyin.
Yəni bu düzdür, bu dəlil sarih deyil. Çünki ola bilər cariyə unudub. Ola bilər unudub. Şafii məzhəbi deyir, bilərəkdən tərk etsə belə halaldır. Amma ola bilər cariyə unudub məsələ. Elə deyilmi? Allah. Və həmçinin ola bilər bu hədisdə bu qeyd edilməyib. Hədisdə bu bismillah deməsi. Bəlkə deyib, amma hədisdə ravi qeyd etməyib bunu. Hər bir halda bunu dəlil olaraq götürüblər. Sonra yenə dəlillərindən deyirlər ki, kitab əhlinin yeməyi. Kitab əhlinin yeməyi nədir? Halaldır yoxsa haram? Ha? Halaldır. Və ta'amul lezine utul kitabe hillun lakum. Allah Teala deyir ki, kitab əhlinin yeməyi sizə halaldır. Kitab əhlinin yeməyi sizə halaldır. Yeməkdən də burada qəsd edilən nədir? Burada qəsd edilən məhz bu ayədə qəsd edilən kəsilən heyvanlardır. Çünki bu barədə Abdullah ibn Abbasın rəvayəti var və ümumən taam kəlməsi ərəb dilində deyiləndə suya da qeyd edilir, toxumlara da, bildiyimiz yemək içməyə də və eyni zamanda taam deyiləndə ətə də aid edilmiş olur. Ona görə bu ayə onların kəsdiyi heyvanların halal olmasına dəlildir. Və ta'amul lezine utul kitabe hillun lakum. Kitab əhlinin yeməyi sizlərə halaldır. Və deyirlər ki, bəllidir ki, onlar, kitab əhli, heyvanı kəsəndə Allahın adını çəkmirlər. Allahın adını çəkmirlər, bismillah demirlər. Və yaxud heç nə demirlər. Birbaşa kəsirlər. Yəni, kitab əhli əksər halda heç bir şey demirlər. Sadəcə kəsirlər belə. Və deyirlər ki, Allah Teala bunu bildiyi halda bu hökmü qoyubsa, deməli, bismillah vacib deyil. Bismillah vacib deyil, sünnədir. Lakin bu dəlil də sarih deyil, açığı. Çünki əvvəla onlar bu hökmü bilməyə bilərlər. Bizdə cümhur nədir? Bilərəkdən bildiyi halda tərk edərsə. Həmçinin kitab əhlinin əhkamları xasdır onlara. Əhkamları xasdır. Və sonra İmam Buxarinin Ayşə radiyallahu anhadan rəvayəti var. Rəvayət etdiyi hədis var. Düzdür, bu hədis Şafii məzhəbi üçün açıq dəlil olmasa da, amma cümhurun görüşünü gücləndirir. Cümhurun görüşünü, cümhur nədir? Deyir ki, vacibdir. Lakin unutqanlıqdan bismillah tərk edilərsə, halaldır. O cəhətdən ki, məsələdə şiddət yoxdur. Yəni, əgər unudarsa, əgər insan unudaraq kəsərsə bismillah deməyi, məsələdə şiddət olmamasına dəlil kimi götürmək olar bu hədisi. Nədir bu hədis? Deyir ki, İnnə qavmən qalu, ya Rasulallah, İnnə qavmən yətunənə billəhm, la nədri əzəkaru ismallahi aleyhi əm la, fəqalə Rasulullah sallallahu aleyhi ve sellem, səmmullahi aleyhi və kulu. Deyir ki, ey Allahın Rəsulu, bizə bəzi qövmlərdən ətlər gəlir. Biz bilmirik, onlar Allahın adını çəkib kəsiblər, yoxsa yox. Allah Rəsulu deyir ki, sallallahu aleyhi ve sellem, siz Allahın adını çəkin, yeyin. Görün, qaydadır. Bilmirsən, deyir ki, Allahın adını çəkin, yeyin. Və buradakı şiddətin olmaması o cəhətdən deyil ki, necə kəsildi, necə kəsilmədi, yeyin, yox. Məsələ o deyil. Çünki soruşanda da deyir, Allahın adını çəkiblər, bismillah deyiblər, yoxsa yox. Yoxsa deməyiblər ki, Allahdan başqasına kəsilib, yoxsa yox, onu bilmirik. Çünki bu məsələ daha şiddətlidir, Allahdan başqasına kəsilən heyvan. Söhbət sadəcə Allahın adı üzərində çəkilib, yoxsa yox, ondan gedir. Bu məsələdə ona görə nədir? Şiddət yoxdursa, kimsə bilmirsə, yox, unudubsa, yəni bismillah deyib yeyir, o da ona halaldır. Və Şafii məzhəbi cümhurun gətirdiyi dəlil barədə deyiblər ki, yəni və la ta'kulu mimma lam yuzkar ismullahi alayhi və innehu lafisq. Allahın üzərində Allahın adı çəkilməyən heyvanların ətindən yeməyin həqiqətən o fiskdir. Buna cavab olaraq deyiblər ki, bu Allahdan qeyrisinə kəsilən heyvanlar barədədir. Allahdan qeyrisinə kəsilən. Bismillah deyilib kəsilən yox. Allahdan qeyrisinə kəsilən ayədir. Necə ki deyirlər, Allah digər ayədə deyir ki, "Affisqan uhillə li qeyrillahi bih." Və yaxud Allahdan qeyrilərinə kəsilən
murdar heyvanlar kimi. Və yaxud deyirlər ki, bu ayə bilərəkdən tərk edənə aiddir. Bilərəkdən tərk edənə aiddir. Çünki Allah Teala deyir ki, və innehu lefisq. Həqiqətən bu fiskdir və Bismillahi, yəni Bismillah deyilməsin unudaraq kəsilən heyvanı yeməkdə fiskdən deyirlər sayılmır. Və yaxud unudularaq kəsilən, unudaraq kəsənə də fasik deyilmir. Ona görə deyirlər ki, bu ayə buna aid deyil. Həmçinin Ata radiyallahu anhudan rəvayət gəlib ki, Məcusilərin və Qureyşin bütlərinə kəsdikləri qurbanlara aiddir bu ayə. Bu ayə üzərində, yəni bu yanaşma doğru ola bilər əslində, lakin cümhurun dəlili tək bu deyil. Cümhurun dəlili tək bu deyil. Başqa ayələr də var, hardaşı əmr olunub, qadağan olunub və hədislər də var. Və həmçinin bunu yəni daha qüvvətləndirən bu məsələnin əslən şərt olduğunu deyənlər var. Şərt olmaq demək daha şiddətlidir. Bu da üçüncü görüşlü məsələdir. Deməli, cümhur elm əhli deyir ki, Bismillah demək nədir? Vacibdir. Bilərəkdən tərk etmək haramdır və o kəsilən də nədir? Halal deyil. Unudaraq kəsərsə halaldır. İkinci görüş Şafii məzhəbinin görüşüdür. Deyirlər ki, sünnədir. Üçüncü görüş odur, şərtdir. Nə deməkdir şərt? İstər bilərəkdən, istər unutqanlıqdan Bismillah deyilməyib kəsilsə, Allahın adı çəkilməsə o kəsilən qurbanın heyvanın üzərində halal deyil. Halal deyil. Yəni adam unudaraq Bismillah desə, deməsə, unudub Bismillah deməsə qəsdən yox. Kəsdiyi heyvan deyirlər halal deyil. Yəni vacibdən şərtinin fərqi də budur. Vacib deyəndə o deməkdir ki, bilərək tərk etmək haramdır. Amma unudaraq tərk etsə nədir? Halaldır. Amma şərt deyəndə məqsəd odur ki, bilərək də, unudaraq da Bismillahı tərk etmək nədir? Haramdır və nədir? O ət halal deyil. Bu görüşdə olan zahiri məzhəbidir. Həmçinin İmam Əhməd bir rivayətində və sələflərdən bəzi alimlər, o cümlədən Şeyxülislam İbn Teymiyyə rahimullah buraydadır. Dəlilləri nədir? Dəlilləri deyirlər ki, ayələrin ümumiliyidir. Allah Teala deyir ki: "Və la ta'kulu mimma lam yuzkar ismullahi alayh." Üzərində Allahın adı çəkilməyən heyvanlardan yeməyin. Həmçinin Allah Teala Maide surəsində deyir ki: "Fakulu mimma amsakna alaykum və zkur ismallahi alayh." Sizə tutulan tutub gətirilən şeylərdən yeyin və Allahın üzərində adını çəkin. Yəni itlər, sizin o vitlərini sizə tutub gətirdiklərindən yeyin və Allahın üzərində adını nədir? Çəkin. Həmçinin sünnədə də əvvəlki dediyimiz hədis kimi dəlil gətiriblər. Deyirlər ki, "Mə ənharad dəmə və zikr ismullahi alayh fakul." O şey ki, kəsilərək qanı axıdılıb və Allahın adı üzərində çəkilib, ondan ye. Ondan ye. Deyirlər ki, bu hədisdə kəsilmiş heyvanın ətinin halal olması üçün Allahın adının çəkilməsi şərt qoyulub, şərt edilib. Və məlumdur ki, deyirlər, əgər şərt yoxdursa, məşrut da yoxdur. Yəni şərtə bağlı olan, əgər şərt aradan qalxarsa deyirlər, şərtə bağlı olan hökm də aradan qalxar. Deyirlər ki, burada Peyğəmbər sallallahu əleyhi və səlləm şərt qoydu Allahın adını çəkməyi. Şərtə bağlı olan hökm nədir? O şeyin halal olması. Əgər şərt aradan qalxdısa, yəni Bismillah deyilmədisə, halallıq hökmü də aradan qalxır. Və bütün şərt qoşulan şeylərdə də bu məsələ deyirlər, bu cürdür. Lakin Qurtubinin belə bir izahı var bu məsələyə. Deyir ki, şəri hökmlər və ya şəri vəzifələr insanın xatırladığı və bilərəkdən, qəsdən etdiyi əməllərə bağlıdır. Yəni şəri əhkamlar, şəri vəzifələr insanın xatırında olduğu, qəsdində, bilgisində olduğu, yəni nədir? Əməllərlə bağlıdır. Unudarsa, unutqanlıqda isə günah sayılmır. Unudaraq edilməsində isə günah sayılmır və bu şərtdə deyir, bu durumda ondan tələb olunmur. Yəni sən elə bilirsən ki, zöhr qılıbsan. Elə yəqin, yəni özündə sanki yəqin dərəcəsində zöhr qılıbsan. Unudubsan ki, qılmayıbsan. Elə bilirsən ki, qılıbsan. Və otursan öz işində, gücündəsən. O anda sağ günah varmı? Yoxdur sağ günah. Sənə günah yoxdur. Niyə? Çünki sən unutmusan. Unutqanlıq halında səndən tələb olunmur. Aydın oldu mu? Yəni unutqanlıq halında
sən günah daşımırsan. Sən xatırladığın halda, bildiyin halda ki, sən məsələ bu işdəsən, bilirsən bunu, amma yox. Sən onun əksini bildiyinə yəqinsənsə, məsələ ibadət əhlisən, sən həmişə qılırsan bunu. Amma sən unudubsan ki, sən namazı qılmamısan, elə bilirsən ki, qılmırsan, bu zaman sənə günah yoxdur. Və ümumən bu məsələdə doğru görüş cümhurun rəyidir. Cümhur elm əhlinin, Hənəfi, Maliki və Həmbəli məzhəbinin ümumilikdə. O da nədir? Allahın adını çəkmək vacibdir kəsilən heyvan üzərində. Lakin unudularsa haram sayılmır. Əgər unudaraq Bismillah kimsə deyərsə, o da halal sayılır. Və sonra kəsilən heyvanın halal olması üçün Allahın adını çəkməklə yanaşı mütləq onun nədir? Şəri yolla kəsilməlidir. Yəni qanı axıdılmalıdır. Qanı axıdılmalıdır və bu da şərtdir. Və bu şərtdə Peyğəmbər s.ə.v özü qoyub, deyir ki, mə ənhərə dəmə və zukir rəsmullahi aleyh fəkul, kəsilərək qanı axıdılan və Allahın üzərində adı çəkiləndən ye. Kəsilərək qanı axıdılan və Allahın üzərində adı çəkiləndən ye. Deməli, heyvanın qanı kəsilərək axıdılmalıdır. Şəriətdə bunun izahı və tətbiqi də gəlib. Buna əsasən də heyvanın başına vurmaq, yəni öldürmək və yaxud toka vurmaq və yaxud suda boğmaq. Yəni, bu kəsmək deyil və ona görə bu cür olsa halal sayılmır. Yəni, toka vurub öldürəndən sonra kəsmək, başına vurub öldürəndən sonra kəsmək, suda boğub öldürəndən sonra kəsmək və yaxud heyvan hətta öz-özünə ölüb hər hansı bir səbəbdən sonra sən gedib kəsirsən, bu da halal deyil. Çünki bu qanının axıdılması sayılmır. Hətta Bismillah desə belə o heyvan üzərində bu halal sayılmır. Deməli, kəsilən heyvanın ətinin halal olması üçün mütləq boğazını kəsilərək qanı axıdılması və Bismillah deyilməlidir. Amma Allahu Akbar deməksə bu müstəhəbdir, vacib deyil. Bu sadəcə müstəhəbdir. Deməli, qurban kəsməyin birinci növü nədir? Allahın adı ilə və Allah üçün kəsmək. Allahın adı ilə Allah üçün kəsmək. İkinci, qurban kəsməyin ikinci növü. Allahın adı ilə kəsmək, lakin Allahdan qeyrisinə kəsmək. Yəni, kəsəndə Bismillah deyir, Allahın adını çəkir, amma Allahdan qeyrisi üçün. Qəsdi məqsədi Allaha yaxınlıq deyil. Allahdan qeyrisinə yaxınlıq. Allahdan qeyrisinə. Yəni, məsələ, İsa Peyğəmbərə yaxınlaşmaq üçün, Hüseynə yaxınlaşmaq üçün, nə bilim, məsələ gedirlər, haradasa pirdə, ocaqda, hassa ağanın türbəsində, hassa ağaya yaxınlaşmaq məqsədi ilə. Məsələ, gedir, hassa imamların qəbrini ziyarət edir, o imama yaxınlıq məqsədi ilə. Hassa ocaqda kiminsə adına, o ocağın sahibinə yaxınlaşmaq məqsədi ilə və yaxud cin, hassa cinə yaxınlaşmaq məqsədi ilə kəsir qurbanı. Amma kəsəndə Bismillah deyir. Nədir kəsəndə? Amma Bismillah deyir. Bu nədir? Onun hökmü haramdır bu. Haramdır və böyük şirkdir. Bu böyük şirkdir. Bu ibadətdə olan şirkdir. Uluhiyyə tövhidində olan şirkdir. İbadətdə olan şirkdir. Allahdan başqasına qurban kəsilməsi. Allahdan başqasına bu əməli sərf etmək. Bu, ibadətdə olan böyük bir şirkdir. Bunu edən müşrikdir və onu kəsdikdə hətta Bismillah desə belə yeyilməz. Onun kəsdiyi murdardır. Onun kəsdiyi, yəni onun Bismillah deməsi heç bir şeyi, heç bir hökmü aradan qaldırmır. Əksinə, onun Bismillah deməsi öz əleyhinə höccətdir. Necə sən Bismillah deyib Allahdan yardım istəyirsən? Çünki Bismillah kəlməsi istianədir. Allahdan yardım tələbidir. Sən dilinlə Allahdan yardım istəyirsən, bu tövhiddir. Əməlinlə isə Allaha şirk qoşursan. Qurbanı Allahdan başqasına kəsirsən. Qəsdində, niyyətində budur. Və həmçinin bir növ nədir? Bir növ də istehzadır bu kəlmə ilə. Yəni, Bismillah Allahı sənə xatırladan bir kəlmədir. Sən Allahdan qorxmadın, heyvanı Allahdan başqasına kəsərək nədir? Şirkə düşdün. Özündə Bismillah deyirsən. Ona görə bu, belə kəsilən heyvan haramdır. Sonra üçüncü növ, bu ikinci növ idi. O da nədir? Bismillah deyib Allahdan başqasına kəsilməsi. Böyük şirkdir və haramdır. Üçüncü növ Allahdan qeyrisinin adı ilə Allah üçün kəsilməsi.
Allahdan qeyrisinin adı ilə Allah üçün kəsmək. Ola bilər bu nadirdir, baş verməyən bir hal olsa da, amma elm əhli təqsimat kimi bunu qeyd edirlər. Yəni məsələn adam kəsəndə Allahın adını çəkmir, bismillah demir. Məsələn İsa'nın adı ilə, Məryəmin adı ilə, nə bilim Hüseynin adı ilə, kiminsə adı ilə, cinin adı ilə fərqi yoxdur. Amma qəsdi Allah üçündür. Yəni bu fərziyyə etsək ki, belə bir şey olarsa, yəni necə Allah, əgər Allah üçün kəsirsə, bəs niyə Allahın adını çəkmir kəsəndə? Yəni fərz edək ki, bu belə bir hal olarsa, məsələn adam deyir ki, Qurban bayramı gəldi, Allahın əmridir qurban kəsmək. Niyyətinə düşdü ki, qurban kəssin Allah üçün. Hətta ola bilər, məsələn, ətini götürsün, ehtiyac olanlara paylasın, dağıtsın. Və heç bir yeri xüsusiləşdirmir, heç bir məkanı da xüsusiləşdirmir. Çünki Allahdan başqasına kəsilən qurbanlar adətən necə olur? Hansısa məkan haralarsa xüsusiləşdirilir. Düzdürmü? Aparıb hardasa kəsiləndə artıq bilirsən ki, o Allahdan qeyrisinə kəsilən qurbandır. Aparırlar nəyinsə, hansısa kümbəzin huzurunda, hansısa nə bilim şəxsiyyətin qəbrinin huzurunda, hardasa, düzdürmü? Aparanda o qurbanı harasa bilirsən ki, bu Allah üçün deyil. Allahdan qeyri. Amma bu adam deyir ki, məsələn, mən evimdə Allah üçün qurban kəsirəm. Heç bir yeri, heç bir məkanı xüsusiləşdirmir. Lakin kəsdiyi zaman deyir ki, İsa'nın adı ilə. Və yaxud deyir ki, Hüseynin adı ilə, məsələn. Bu nədir, bunun hökmü nədir? Halaldır, haramdır. Ha? Şək yoxdur ki, bu da şirkdir. Bu da şirkdir. Allahın adını deyil, Bismillah əvəzinə, Bismillah deməklə Allaha yaxınlaşmaq əvəzinə, Allahın adını çəkib Allahı uca tutmaq əvəzinə kəsilən heyvanın üzərində bu nə dedi? Başqasının adını çəkdi və başqasını uca tutdu. Və bu da şirkdir. Kəsdiyi haramdır. Edilən o əməl də nədir? Şirkdir. Hətta qəsdi niyyəti Allah olsa belə. Amma sözü ilə nədir bu? Şirkə düşmüş olur. Çünki Allahdan başqasının adının çəkilməsi bu yardımdır axı, yardım tələbidir. Ondan yardım tələbi. Bu da bir növ Allahdan başqasına dua etmək kimidir. Bir növ Allahdan başqasına dua etmək kimidir. Və bu haramdır. Üçüncü növ buydu. Dördüncü növ Allahdan qeyrisinin adı ilə və Allahdan qeyrisi üçün. Adam kəsəndə Bismillah yox, Allahdan başqasının adını çəkir. Üstəlik də qəsdi Allah yox, Allahdan qeyrisidir. Bu isə zülmət üzərə zülmətdir. Bu daha şiddətlidir, böyük şirkdir. Bunu edən də şək yoxdur ki, müşrikdir. Bu həm istianədə, həm də ibadətdə olan nədir? Şirkdir, həm ibadətdir. Yəni bu adam İyyəkə nə'bud və İyyəkə nəstəyin ayəsini tamamilə bu əməli ilə ləğv edir və bu ayəyə müxalif olur. Həm Allahdan başqasının adını çəkir, həm də qurbanı da, ibadəti də Allahdan başqasına sərf etdiyinə görə. Beşinci növ, Allahın adı ilə məşru olan və yaxud da mübah olan bir işlər üçün kəsilməsi. Allahın adı ilə, yəni Bismillah deyərək kəsir, lakin mübah olan bir iş üçün. Məsələ, qonaq yedirtmək istəyir. Və yaxud özü, ailəsi üçün ət olmasını istəyir. Və yaxud ürəyinə kebab düşüb məsələ. Götürür, Bismillah deyərək kəsir. Bismillah deyir, kəsir. Yox, sadəcə mübah bir məqsəd üçün. Qurbana aydındır, bu ibadətdir. Allahın adı ilə Allah üçün. Amma mübah bir məqsəd üçün və yaxud məşhur olan bir iş üçün, məşhur dedik, məsələ qonağı ikram etmək bu məşhurdur. Yəni belə bir qurban kəsilmə növü bu caizdir. Caizdir. Hərdən mübah ola bilər. Hərdən vacib də ola bilər. Yəni əgər nəzir etsə məsələ vacibdir. Nəzir etsə artıq vacibdir. Yəni burada artıq mübahlıq niyyətə, qəsdə görə daha yaxşı hala qalxa bilər ibadət olaraq. Məsələn, insan qəsdini, niyyətini hətta mübah olsa belə Allah üçün etsə, bu vəziyyət, bu hal burada dəyişə bilər. Yəni bu növlə əvvəlki 4 növün fərqi odur ki, əvvəlki növlərdə qurban kəsmək, yəni kəsilən
qurbanın qanının axıdılması məqsəddir. Bu məqsəddir. Başlanğıc olaraq məqsəd odur. Ət buna tabedir sadəcə bu məqsədə. Bu növdə isə başlanğıc məqsəd ətdir. Ət. Başlanğıc məqsəd ətdir. İnsanın ürəyinə ət düşür və ya qonağa ikram etmək üçün ət istəyir. Sadəcə kəsmək buna tabedir burada. Kəsilməsi buna tabedir. Ona görə belə olan halda mübah, yəni məqsəd mübah olduğuna görə sadəcə bismillah deyilməsi ilə kifayətlənir və o ət halaldır. O ət nədir? Halal olmuş olur. Çünki kəsilən heyvanın üzərində Allahın adının çəkilməsi bu. Yəni bir növ o kəsilən əti paçlayır, təmizləyir və xeyrin, bərəkətin nazil olmasına da səbəbdir. Sonra mütləq, yəni bu əzəmətli ibadət növünü yerinə yetirəndə mütləq insan yəni bunu hiss etməyə çalışmalıdır. Qurban kəsəndə mütləq bunu hiss etməyə çalışmalısan. Çünki bu əməli Allah Subhanahu taala sevir və bu Allah Subhanahu taalanın təzimindən sayılır. Çünki məsələ bəzən görürük ki, bayram günü gəlir, qurban günü və qurban günü kəsilən qurbanlıq heyvanları o məqsəddir, böyük bir ibadətdir. Baxırıq ki, məsələn, çoxumuz əsas fikrimiz və yaxud ən çox düşündüyümüz nə olur? Ət. Görəsən, nə qədər ət olacaq, nə yeyəcəyik, nə bişirəcəyik və s. Yəni, şək yoxdur ki, bayram, qurban bayramı günü, yəni insanın mübah işlərdə genişlənməsi icazəlidir. Eyb etməz yeməsi, içməsi, sevinməsi, bu halaldır. Amma yaxşı olar ki, daha böyük məsələni, daha böyük şeyi itirməsin. O da odur ki, Allah Subhanahu taalanı təzim etmək. Yəni qurban heyvanı kəsərək, kəsilən qurbanın qanını axıdılaraq Allah Subhanahu taalanı təzim etmək. Bunu düşünsə, bunu hiss etsə, bu daha böyük, daha əzəmətli məqsəddir və bu ibadətdir. Əsas məqsəd də qurbanlıq heyvanlar, həmçinin həcdə kəsilən məsələ qurbanlıq heyvanların məqsəd budur. Və müəllif bu fəsli gətirib ki, şirkin növlərindən biri bilinsin, onun biri barədə bəyan etsin. O da Allahdan başqasına qurban kəsilməsidir. Odur ki, Rəbbi qatında qurtulmaq istəyən və cəhənnəmə əhl olan müşriklərdən olmaq istəməyən mütləq şəkildə kəsdiyi qurbanı tək Allah üçün kəsməlidir. Allahdan başqasına nə qurban kəsməməlidir, nə də ibadətin heç bir növünü sərf etməməlidir. Necə ki, Allah Subhanahu taala buyurur ki, "Qul inna salati və nusuki və mahyaya və mamati lillahi rabbil alamin, la şərikə ləh və bizəlikə umirtu və ana awwalul muslimin." De, mənim namazım da, kəsdiyim qurbanım da, həyatım da, ölümüm də aləmlərin Rəbbi Allah üçündür. Onun heç bir şəriki yoxdur. Mən bununla əmr olundum və mən müsəlmanların ilkiyəm. Və Allah Subhanahu taala bizləri tövhid əhlindən etsin. Etdiyimiz ibadətlərdə bizi müxlis olanlardan etsin. Və sallallahu alə nəbiyyinə Muhammedin və alə alihi və ashabihi əcmain.